Haqlısan Nəbi. Düşmən də olsaq, haqlısan. Kişinin qoluna qandalı da gərək kişi vursun. Qaçaq Nəbi, Zəngəzurun əfsanəvi qəhrəmanı. 19-cu əsrin ortalarında Zəngəzur mahalında el arasında dillər əzbəri olan bir ad vardır. Qaçaq Nəbi. O, sadəcə bir qaçaq deyil, xalqın haqqını müdafiə edən, zülmə qarşı çıxan cəsur bir igid kimi yadda qalıb. Qaçaq Nəbi 1854-cü ildə indiki Qubadlı rayonunun Aşağı Mollu kəndində dünyaya gəlmişdi. Atası Əli kişi kasıq bir kəndli idi və 7 nəfərlik ailəni dolandırmaq üçün ağır zəhmət çəkirdi. Maddi çətinliklər o qədər ağır idi ki, Əli kişi balaca Nəbini hələ uşaq yaşlarında Şuşa şəhərində tacirlərin yanında nökər kimi işləməyə göndərir. Gənc yaşlarında həyatın bütün çətinliklərini yaşayan Nəbi tez böyüməyə məcbur oldu. Bir gün atasının vəfat xəbəri ona çatanda o dərhal kəndinə qayıdır. Artıq ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. İsti çörək, axtarma pendir. Ye, halal xoşun olsun. Götür ay bala. Niyə yemirsən? Yox. Mən bu evdə duz çörək kəsə bilmərəm. Çox keçmədən anası da dünyasını dəyişir. Beləliklə, Nəbi özündən kiçik bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaq üçün müxtəlif qapılarda işləməyə, muzluq etməyə başlayır. Həcər, qaçaq Nəbinin silahdaşı. Bu çətin illərdə Nəbinin həyatında bir sevgi yaranır. O, Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı Həcərə aşiq olur. Həcər təkcə gözəl bir qadın deyildi. O, cəsarəti və mərdliyi ilə də tanınırdı. Nəbi ilə evləndikdən sonra Həcər onun həyatında xüsusi yer tutdu. Ay, atan balası. Nədir? Oo, bilmirsən qaçaq Nəbini harda görə bilirlər. Sən də adam tapdın da soruşmağa. Sənin heç dünyadan xəbərin yoxdur ki, qaçaq Nəbini deyirəm, elin igid oğlunu. Elin igid oğlu özünə toy elədi, gələn də olma. Gəl bir otur görüm. Həmin dövrdə Zəngəzur bölgəsində həyat asan deyildi. Kəndlilər tez-tez talanlara, bəylərin zülmünə və haqsızlıqlara məruz qalırdı. Bir dəfə yaylağa köçməzdən əvvəl kənd cəmaatı alış-veriş üçün Naxçıvan tərəflərə gedir. Geri qayıdarkən karvan bir kəndin yanında gecələyir. Gecə həmin kəndin adamları Mollu cəmaatına hücum edir və böyük dava düşür. Qarışıqlıq zamanı bir nəfər ölür. Sonradan iki kənd arasında barışıq olsa da məsələ məhkəməyə gedib çıxır. Nəbi barışıq olduğuna görə heç bir təhlükə olmayacağını düşünərək məhkəməyə gedir. Lakin burada onu günahkar sayıb həbs edirlər. Bu, Nəbinin həyatında ilk həbs olur. Nəbi əvvəlcə Naxçıvan həbsxanasına salınır. Sonra isə onu Şuşa qalasına aparmaq istəyirlər. Lakin yol boyu əl-qolu bağlı olsa belə, o gözlənilməz cəsarət göstərərək qaçmağa nail olur. Həbs və dağlara çəkilmə. Bir müddət sonra Nəbi yenidən tələyə salınır. Bu dəfə hadisənin arxasında yerli bəylər dayanırdı. Qonşu kənddə baş verən bir qətlin günahını Nəbinin üzərinə atırlar və onu yenidən tutub həbs edirlər. Lakin Nəbi bu dəfə də təslim olmur. O, Goruz həbsxanasından qaçmağa nail olur. Məhz bundan sonra onun qaçaqlıq həyatı başlayır. 1875-ci ildən etibarən Nəbi tərəfdarlarını ətrafına toplayaraq dağlara çəkilir və zülmkar bəylərə, məmurlara qarşı mübarizə aparmağa başlayır. Ateş saxlayın. Oldu. Get. Ateş saxlayın. Get onu başa sal. Gedim də. Qaçaq Nəbi qısa müddətdə xalq arasında böyük şöhrət qazanır. Kəndlilər onu öz xilaskarları kimi görürdü. O, varlılardan alıb kasıblara verən, haqsızlığa qarşı duran bir igid kimi tanınırdı. Dayan görək.
O nə deyir? Belə də kişi, Yox, başın haqqı elə deyil. Mənim də öküzüm ölmüşdü. Əkin vaxtı gəlib çıxdı, qaldım mətəl. Sonra gördüm örüşdə nədir, o bir öküz otlayır, özü də ki, yersiz yatsız. Götürdüm. Uzun illər boyunca Nəbi Çar hakimiyyətinin qazaq dəstələri ilə döyüşür. Çətin vəziyyətə düşəndə isə bəzən sərhədi keçərək İran və Türkiyə ərazilərinə çəkilirdi. Xəyanət Nəbinin qarşısını almaq mümkün olmayanda yerli hakimiyyət başqa yol seçir. Xəyanət Zəngəzur mahalının rəhbərlərindən Səlim bəy Rüstəmbəyov Nəbinin dəstəsinə nifaq salmaq üçün plan qurur. Bu planın həyata keçirilməsi üçün Naxçıvan naçelniki Slavaşinski ilə birlikdə hərəkət edirlər. Onlar Ordubaddan olan və Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacıoğlunu bu işə cəlb edirlər. Məşədi Paşa Nəbinin dəstəsində olan Şah Hüseyn və Kərbalay İmanı ələ almağa nail olur və onlara böyük mükafat vəd edir. patron gərək olmayacaq. arvadı göyçək. Alıq eləmə Nəbi. Silahı qoy yerə. Başla. Qaçaq Nəbinin ölümü 1896-cı ilin 16 mart gecəsi. Məşədi Paşa Nəbini qonaq çağırır. Gecə saatlarında qonaqlıqdan qayıdarkən Nəbi və yoldaşları İran-Türkiyə sərhədinə yaxın Larinkənd tərəflərinə gəlirlər. Elə həmin anda xəyanət baş verir. Şah Hüseyn arxadan Nəbiyə atəş açır. Güllə düz hədəfə dəyir və qaçaq Nəbi elə oradaca həyatını itirir. Onun ölümü xalq arasında böyük kədər yaradır. Lakin xalq öz qəhrəmanını heç vaxt unutmadı. Nə bu olmasaydı, nə inərdik görəsən? Uşaqlara çarıq tikin, ayağı yalın gəzməsin. Çox sağ ol. Əli kəmərini quruşasın. Çox sağ ol. Allah sənə can sağlıq versin, bala. Qaçaq Nəbinin ölümündən sonra onun dəstəsi bir müddət fəaliyyət göstərsə də 1897-ci ildə tamamilə dağıdılır. Lakin Nəbinin adı xalq yaddaşında yaşayır. Onun haqqında dastanlar qoşulur, mahnılar yaradılır. Məşhur şair Süleyman Rüstəm onun haqqında piyes yazır. Sonralarsa Qanlı Zəmi filmi çəkilir. Bu gün də Qubadlı bölgəsində Qaçaq Nəbinin xatirəsinə abidə ucaldılıb. Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyi ilə yenidən Mollu kəndinə gətirilir. Bir müddət sonra o Nəbinin qohumu Həmzə ilə ailə qurur. Nəbi ilə onların evladı olmasa da, Həmzə ilə bir neçə evladı dünyaya gəlir. Həcər 1914-cü ildə Aşağı Mollu kəndində vəfat edir və orada dəfn olunur.